Azərbaycan xalqına, xaricdə yaşayan Azərbaycanlılara, Avropa ictimaiyyətinə və beynəlxalq insan hüquqları qurumlarına açıq müraciət. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya, mən, Hüseynova Sevinç Hamlet qızı, Azərbaycan Respublikasının vətəndaşı olaraq bu açıq bəyanatı tam şuurlu, qəti və bütün məsuliyyəti dərk edərək təqdim edirəm. Bu müraciət yalnız ölkə rəhbərliyinə deyil, Azərbaycan cəmiyyətinə, xaricdə yaşayan soydaşlarımıza, Avropa ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına ünvanlanır. Bildirirəm ki, həyat yoldaşım Hüseynov Anar Əvəzoğlu rəsmi şəkildə saxta ölüm adı altında qanunsuz olaraq aparılmış, uzun müddətdir gizlədilir, azadlığı məhdudlaşdırılır və daimi nəzarət altında saxlanılır. Mən etiraz əlaməti olaraq aclıq aksiyasına başlamışam və dodaqlarımı tikmişəm. Bu addım emosional partlayış deyil. Bu illərlə cavabsız qalan müraciətlərin, görməzdən gəlinən faktların, ört-bastır edilən cinayətlərin nəticəsidir. Bir Azərbaycan qadını nə üçün dodaqlarını tikməlidir ki, onun prezidenti onu eşitsin? Bu ölkədə bir ana, bir qadın səsini çatdırmaq üçün bədəninə işgəncə verməyə məcbur qalırsa, bu artıq təkcə mənim faciəm deyil. Bu, cəmiyyətin faciəsidir. Mənim səsimə səs verilməzsə, bu cinayət araşdırılmasa, yoldaşım azad olunub, üzərindəki saxta ölüm adı ləğv edilməzsə, haqq ədalət öz yerini tapmazsa, mən intihar edəcəm. Əziz xalqım, əziz soydaşlarım, mən bir bacınız, bir ana olaraq sizdən yalvarıram. Mənə dəstək olun. Bu müraciəti, mənim bu faciəvi ağrı acı çəkərək göz yaşları içərisində dodaqlarımı tikilməsi, video görüntümü paylaşın. Xarici mediaya, Avropa İnsan Hüquqları Məhkəməsinə, BMT-yə, Amnesty International-a, Human Rights Watch-a çatdırın. Mən tək deyiləm. Mən iri miqyaslı, mütəşəkkil bir cinayəti ifşa edirəm. Bugün mənim başıma gələn sabah başqasının da başına gələ bilər. Əsas iddialarım. Əldə etdiyim faktlara və məlumatlara əsasən bildirirəm ki, bu proses Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə əlaqəli şəxslərin iştirakı ilə həyata keçirilmişdir. Mənə bildirilib ki, güya həyat yoldaşım din tərəfindən axtarılır və 6 ay müddətinə əməkdaşlıq etməlidir. Daha sonra ona rəsmi şəkildə ölü elan ediləcəyi, ailəsinə və uşaqlarına bu barədə məlumat verilməyəcəyi deyildikdə, o bu şərtlərlə razılaşmamışdır. Lakin ailəsinə, övladlarına qarşı hədə, qorxu və təhdidlər yolu ilə bu plan zorla qəbul etdirilmişdir. Xüsusi qeyd edirəm ki, bu prosesdən yalnız mən və övladlarım xəbərsiz saxlanılmışıq. Anam, atam, qardaşlarım və hətta yas mərasimində iştirak edən bir çox şəxslər həyat yoldaşımın sağ olduğunu bilmişdir.